Salam hörmətli abituriyentlər. Bugün 11-ci siniflər üçün keçirilən 15 mart buraxılış imtahanı ikinci zona suallarına baxacaq. İlk sualdan başlayaq, hər kəsə uğurlar. Birinci sualda deməli surət 5 açılsın 4, bir də 5a plus 4, məxrəc də 5a plus 4 olur ki, bunlar ixtisar getsə 5a minus 4 qalar. Doğru cavab 5a minus 4 olacaq. İkinci sualda, 62-ci sualda f3'ü soruşur bizdən. X'in yerinə 3 yazsaq, 2 vurulsun 3 plus 3, 3'ün kvadratı 9 plus 2, məxrəcim 11, surət isə 6, 9, 11 də 9 olar. Üçüncü sualda trapesiyanın sahəsi oturacaqlar cəmi 2 plus 4 bölü 2 vur 12 olar. 6, 2'yə bölərəm 3, 12'yə vuraram 36 olar. Dördüncü sualda A fərq B hər birində ortaq olanların üzərindən xətt çəkərəm. 2 ortaqdır, ondan sonra 4 ortaqdır. Sonra növbəti suala baxaq. Növbəti sualda deyir ki, A fərq B-ni tapın. A fərq B nədir? A-da olub, B-də olmayanlar. 3, 5, 6. Doğru cavab. Bir də 1 olmalıdır burada. 6 daha doğrusu hər ikisində var. Deməli olacaq 1, 3, 5. Doğru cavab D variantı. 71-ci sual. 4-cü rübdə yerləşən A nöqtəsi Y, X olsa 4-cü rüb buradır. 4-cü rübdə yerləşən A nöqtəsi apsis oxuna qədər olan məsafə 4. Bu nöqtədən X-ə qədər olan bu məsafə 4. Ordinat oxuna qədər olan məsafə isə 6-dır. Bu nöqtənin koordinatını soruşur. Bu A nöqtəsi desək, bu nöqtənin X-i, baxın, X buradan bura qədər olan məsafədir, 6-dır. Y isə buradan bura qədər olan məsafədir ki, yəni bu nöqtənin koordinatı bu məsafə olur. Burada 4-dür, lakin bu Y-in mənfi olduğu üçün 6 mənfi 4 C variantı. Bucağın deyir ki, kosinus alfa tangens betanı tapın. Kosinus alfa bitişik katetin hipotenuza nisbəti A bölünsün C. Tangens beta isə qarşıdakı katetin hipotenuza bitişik katetin nisbəti A bölü B. Surət A kvadratı məxrəc B vurulsun C. B variantı olacaq. 73-də sinus kvadratı 10, sinus kvadratı alfanın düstur vardır. 1 minus kosinus 2 alfa bölünsün 2. Sinus kvadratı 10 bərabərdir. 1 minus kosinus 20 bölü 2. Sinusun özünü tapsaq, bu da kökün altında olar. Yəni, kök altında 1 minus A bölü 2. Növbəti sual. Deməli, 74'də prizmanın yan səthinin sahəsini soruşur. S yan bərabərdir. P oturacaq vurulsun H. P oturacaq 15 vurulsun 9. Bu da 135 eləyəcək. 76-cı suala baxaq. Uzunluğu 500 metr və 300 metr olan iki tuneldən birincinin son nöqtəsi, ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr və sürücü 64 km/saat olan qatar birinci tunelə girməyə başladığından neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Deməli, bu qatarın birinci tunelə girəndə getdiyi yol bir öz uzunluğu olacaq, bir bu 500 metrlik olacaq, bir bu 300 metrlik olacaq. Bir də bu 15 kilometr olacaq. 15 kilometr. Bu 700, 1000 kilometr, bir də 1000 metr daha doğrusu. 1 kilometr. 15 ilə cəmdə 16 kilometr olar. 16 kilometrlə elə saxlasam və bu da şərtdə deyir ki 64 kilometr bölünsün saat. Gedilən yolu 64'ə bölsəm 4'də 1 olar. 4'də 1 saat. Bizə dəqiqə deyirsə 4'də 1'i vuraram 60'a, bu da eləyər 15. Doğru cavab 15 olacaq. 76-cı suala baxaq. Növbəti sualımız, deməli, buradan 3 gəlir durur 2'nin üzərində. Loqaritmanın kvadratı 2 əsasından x minus 3 loqaritma 2 əsasından x plus 4 bərabərdir 2 üstü 3 8. Deməli, loqaritmanın kvadratı 2 əsasından x minus 3 loqaritma 2 əsasından x minus 4 bərabər 0. Cəmi 3 hasili mənfi 4 eləyən ədədlər 4, bir də mənfi 1-dir. Buradan x bərabər 2 üstü 4'ə, x bərabərdir 2 üstü mənfi 1'ə, yəni 16, bir də 2'də 1. Təmin köklərin hasili də 8 olar. Buradan 12a-nı çıxarsaq, a minus 2 qalar. Doğru cavab B. Permütasiya 4'dən 4'ə, permütasiya 4'dən 4'ə. 4 faktorial bölünsün 0 faktorial, permütasiya 3'dən 3'ə 3 faktorial bölünsün 0 faktorial, orta məxrəc 0 faktorial, 4 faktorial bizə 24'ü, 3 faktorial da 6'nı verər, 0 faktorial da 1'dir, 30.
Doğru cavab C. Qoysunuz 271 dərəcə. 271 dərəcə neçənci rübün bucağıdır? 271 dərəcə deməli 4-cü rübdür. 4-cü rübdə A müsbət olur. Buradan mənfi qabağa çıxsa tangens 187 dərəcə olar. Tangens 187 dərəcə bizə 3-cü rübün bucağıdır. 3-cü rübdə tangens müsbətdir. Buna dəyər olur mənfi. Deməli A-sı müsbət, B-si mənfi. A-sı müsbət, B-si mənfi olan variant da A variantı olacaq. 68. 16 üstü, bu 16. Yəni ədəd 16 olduğu üçün üstlər toplanır. Yüzdə deməli 50 olar bu. Yəni 16 üstü 0. 16 üstü 0 onda 5. 16 üstü onda 5 də kök 6 16 deməkdir. Buradan da 4 çıxar. Düzcəalın diagonallarının sayını tapın. 2 diagonalı var. 70-ci sual. A və B çoxluqları üçün A-nın 9, B-nin 4 elementi var. Təsadüfən seçilmiş 2 element. Deməli A çoxluğu buradadır. B çoxluğu da burada olsa. A və B çoxluqları. A çoxluğunun deyir 9 element var. B-nin 4 elementi var. A çoxluğunun təsadüfən seçilmiş 2 elementin A fərq B-dir. Birincisi şular. Buradakı çoxluğa daxil olması səsin ehtimalını tapın. A-nın ümumiyyətcə A, B-nin ad çoxluğu olduğu üçün, B-nin daha doğrusu ad çoxluğu olduğu üçün bunu bu cür çəkəcəm. A çoxluğu buradadır. B çoxluğu da buradadır. A-nın 9 elementi var. B-nin 4 elementi var. Deməli, A fərq B bizə 5 verəcək. Daxil olmasa səsin ehtimalını tapın. 2 element seçilir. Kombinizon birləşmə 9 olur. 9-dan 2-yə əlverişli halsa A fərq B 5-dir. Kombinizon 5-dən 2. 9-dan 2-yə 9 vur 8 böl 2. 4 9-un 36 olar. 5-dən 2 isə 4 5-in 20 yarısı 10-dur. 2-yə çarparsam 18-də 5 doğru cavab variantı. Bərabərliyin tam həllərini cəmini tapın. Cəmi 6 hasil mənfi 7 eləyənə dedilər. 7 mənfi 1 olduğu üçün bu formada yazsam. Bunun da həlli birbaşa ilə ədəd oxumundan göstərə də bilərəm və yaxud da ki, mənfi 1-dən 7-yə qədər olan ədədlər. Bu da 1, 2, 3, 4, 5, 6 cəm eləyir ki, 21. Doğru cavab 21 olacaq. Loqaritma 102 deməkdir. 7 ilə 2-nin cəmi bizə 9 verir. 9-dan kök 3 çıxar. Loqaritma 3 əsasından 3 1-i verər. 2-yə dəyər 2 olar. 14 ilə 2-nin cəmi 16. Loqaritma 2 əsasından 16-dan kök 4 çıxar. Bu da mənə 2-ni verir. Doğru cavab 2. 79 həll tələb olunan suallara baxdıq. Katetləri 6 və 8 olan, düzbucaqlı üçbucağın böyük katet ətrafından fırlanması. Onda böyük katet bura 8 desək, bura 6 desək, Pifagora görə bura 10 olar. Bu 8-in ətrafında fırlanır. 8-in ətrafında fırlanırsa hündürlüyü olur 8, radius olur 6, doğran da olur 10. Bizdən fiqurun yan səthinin sahəsini soruşur. S yan bərabərdir PRL. S yan PRL yazmalıydıq. Pi vurulsun. Radius 6'dır, L də 10'dur. Bu da bizə 60 pi'ni verir. 60 pi. Növbəti Samir hər birinin satış qiyməti 250 manat olan filtrlərin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədəri bonus alır. Deməli, 250 manatın 4%, 4'ə vurub 100'ə bölsəm, sıfırlar gedər, 100'ü bölsəm ona 10 manat. Deməli, bir satışdan 10 manat gəlir olur. Yanvar ayındakı əmək haqqısı 1400 manat olubsa, 1000 manat xalis bunun əmək haqqısıdsa 400 manat bonusu olub, 400'ü də 10'a bölsəm, deməli 40 ədəd yanvar ayında satıb. Sonra gəlir 1560. 1560'ı fevral ayından 1000'in çıxsaq 560 eləyər. 560'ı da bölsək ona fevral ayında 56 ədəd satıb. Fevral ayında yanvar ayındakindən neçə ədəd çox satıb? 56 çıxılsın 40. Bu da bizə 56'dan 40 çıxanda 16. Doğru cavab 16 eləyəcək. Printer səhifə renkli kağızı 50 saniyəyə, ağ-qaranı isə 30 saniyə çap edir. 40 səhifə çap edilmişdirsə. Deməli, 40 səhifə çap edilibsə, x tutalım ki, biz rənglilərin sayı x olsun, ağ-qara sayı y olsun. X plus y bərabərdir 40'a. Deyir ki, burada ağ-qara kağızı, deməli, rənglini 50 saniyə edirsə, 1 saniyə dəqiqəyə çevirsək, 50 bölünsün 60, bu da edir 6'da 5.
6'da 5 x üstə gəlməsin 30 saniyə. 30 saniyədə 2'də 1 dəqiqə olur. 2'də 1 y bərabərdir. Ümumi nə qədər müddət sərf olunub deyir. 30 saniyə çap edir. Yarım saat. Yarım saatda 30 dəqiqə olduğu üçün 2'də 1 y bərabərdir 30. Bunun hər tərəfini 2'yə vursam x plus y bərabərdir 40'a. 3'də 5 x plus y bərabərdir 60'a. Aşağıdan yuxarına çıxsam 3'də 2 x bərabər olar 20'yə. X bərabərdir 30'a. Bizə nə soruşur? Neçəsi rənglidir? Rənglər x idi. Yəni doğru cavabın 30 olacaq. 82-ci suala baxaq. 82-ci sualda əvvəlcə AB-nin kvadratı bərabərdir AC vur AD deyək. AB nə qədərdir? Kök 5 kvadratı 5. AC 1'dir. AD yazsaq buradan AD-nin qiymətini 5 alaram. AD 5'dir. İndi AC məsafəsi 1'dirsə, onda CD məsafəsi 4'dür. Bu mərkəzdən bunu endirsək perpendikulyarı. Bu AB kök 5'dirsə, bu da kök 5'dir. Buradan bura qədər də 1 olduğu üçün bizdən nəyi soruşur? Bizdən soruşur çevirən radiusunu tapın. Radius da budur. Buradan bura qədər olan məsafə. Üzr istəyirəm, bu məsafə 2. Burada 4 olduğu üçün yarısı. Pifagora görə kök 5'in kvadratı 5, 2'in kvadratı 4. Bu da kök 9. Kök 9'dan da kök çıxar 3. Radius 3 olur. 83-cü suala baxaq. 83-cü sualda BD məsafəsi bizə verib 20'dir. DY məsafəsi 12'dir. AD məsafəsi 9'dur. Pifagora görə bura 20, bura 12 isə bura 400 çıx 144, 256. 256'dan da kök çıxar 16. Bizdən soruşduğu D məntəqəsinə qədər olan məsafə kəsişmə nöqtəsindən D'yə qədər olan məsafə. Yəni buranı soruşur. X'dir. Onda burada 20 minus x deyərik. Və bundan sonra bu bucaq alfa-dırsa belə bir zətə görə burada alfa deyərəm. Bura beta-dırsa burada beta olar. Və oxşarlığa görə burada alfanın qarşısında duran x-in, burada alfanın qarşısında duran 20 minus x-ə nisbəti bərabərdir. Burada betanın qarşısında duran 9'un, burada betanın qarşısında duran 16'ya nisbəti. Çarpaz vursam 16x bərabərdir 180 minus 9x-ə. 25x bərabərdir 180'ə. X bərabərdir 180 bölünsün 25. 5'ə çarparsam 5 burada 36. Bu da 7.2 verəcək bizə. 84. Deməli, bir hava yolu şirkətində tək istiqamətdə biletin qiyməti 150 manatdır. Gediş görüşdən 180 manatdır. Cədvəldə Asif və Nurayn birlikdə aldığı biletlərin sayı göstərmişdir. Onların hər iki növ biletdən azı bir ədəd aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayn aldığı tək istiqamətli biletlərin sayını tapın. Deməli, tək istiqamətli biletlərin sayı nə qədərliyir? 18 minus x-dir. Bizdən də deyir ki, tək istiqamətli biletlərin qiyməti 150'dir. Onda yazarım 150 vurulsun 18 minus x. Üstə gəl. Gediş dönüş 180 manatdır. 180 vurulsun x bərabərdir. Burada x plus 4'tür. 150 vurulsun x plus 4. Üstə gəl. 180 vurulsun 15 minus x-ə. Deməli, hər tərəfini sıfırına aparsam, buradan 15 vurulsun 18 minus x. Üstə gəl. 18 vurulsun x bərabərdir 15 vurulsun x plus 4. Üstə gəl 18 vurulsun 15 minus x-ə. Belə bir tənliyi alarım. Buradan bunu sola keçirdib 15'i ortaq vurub çıxarsam 18 minus x minus 4. Buradan da 18 15 minus x alaram. 3'e çarparsaq burada 5 vurulsun 14 minus 2x. 3'e çarparsam 6 vurulsun 15 minus 2x. 5'e 14'e vursaq 70 çıx 10x bərabərdir. Burada 90 çıx 12x-ə. 2x bərabərdir 20'yə, x bərabərdir 10'a. Bizə nə soruşur? Nurayın aldığı tək istiqamətli biletlər. X plus 4 olduğu üçün 10 plus 4 bizə 14 verəcək. Doğru cavab burada da 14 olar. Aqil növbəti sualımıza baxaq. Deyir ki, Aqil boş daxıla birinci gün 1 ədəd 50 qəpik, 2 ədəd 20
qəpik, yəni 1,50 qəpik atdı. 2 ədəd 20 qəpik, yəni bu 40 qəpik eləyər. 3 ədəd 10 qəpik, 30 qəpik. Bu da 120 qəpik və yaxud da ki 1 manat 20 qəpik, 1.12 deyək. O növbəti günlərdə daxila atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Yəni 100 buradadır, 80 buradadır, 60 buradadır. Onda bunların da cəmi olar 240. 240 və yaxud 2.4. O növbəti günlərdə daxil atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Növbəti günə baxsaq,